Həm minimum pensiya məbləğində, həm də əmək pensiyalarında artımlar nəzərdə tutulur. Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib. Deputatın sözlərinə görə, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Bu artımlar məhz fevral ayında pensiyaçılara ödəniləcək. Pensiyaçılar üçün vacib məqamlardan biri də əmək pensiyalarının indeksləşdirilərək artırılmasıdır. Belə ki, bu artımlar 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək və indeksləşdirmə üçün əlavə olaraq orta hesabla yarım milyard manat vəsaitin ayrılacağı gözlənilir. Bununla belə, pensiyaların indeksləşdirilməsi yanvarın 1-dən hesablansa da, artımlar fevral ayından ödəniləcək. Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı təxminən 8% artır. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək. 2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Bu qərar sosial rifahın yaxşılaşdırılması baxımından mühüm addımdır və xüsusilə minimum pensiya alan vətəndaşlar üçün real dəstək xarakteri daşıyır. Minimum pensiyanın 320 manata çatdırılması artan qiymətlər fonunda pensiyaçıların gündəlik xərclərini qarşılamaq imkanlarını qismən də olsa artıracaq. Eyni zamanda, əmək pensiyalarının indeksləşdirilməsi sisteminin qorunub saxlanılması pensiya mexanizminin ədalətlilik prinsipinə əsaslandığını göstərir. Bununla belə, uzunmüddətli perspektivdə pensiya məbləğlərinin yalnız illik indeksasiya ilə deyil, həm də yaşayış minimumu və real inflyasiya səviyyəsi ilə daha sıx əlaqələndirilməsi daha effektiv olardı. Bu cür yanaşma pensiyaçıların alıcılıq qabiliyyətinin davamlı şəkildə qorunmasına imkan verə bilər. Əlavə olaraq onu da qeyd etmək olar ki, pensiyalarda artımın fevral ayından etibarən tətbiq olunması maliyyə yükünün mərhələli şəkildə tənzimlənməsinə xidmət etsə də, pensiyaçıların bir qismi üçün yanvar ayında artımın dərhal hiss olunmaması müəyyən çətinliklər yarada bilər. Xüsusilə də kommunal xərclərin və gündəlik tələbat mallarının qiymətlərinin yüksəldiyi bir dövrdə pensiya artımlarının vaxtında və proqnozlaşdırıla bilən şəkildə həyata keçirilməsi vacibdir.